Biz dünən mövzumuz bu idi. İmam Hüseyin əleyhissalamı qətlə yetirən İslam və İmam Hüseyin əleyhissalamın qətlinə bais olan İslam. Bundan danışırdıq. Dedik ki, İmam Hüseyin əleyhissalam iki cür İmam Hüseyin əleyhissalama baxmaq mümkündür. Yəni iki prizmadan, iki bucaqdan baxmaq mümkündür. Biri o, gəlsinlər sırf İmam Hüseyin əleyhissalamın tarixdə baş verən hadisələrinə quru-quru mücəmaata desinlər və bununla da elə bilsinlər ki, İmam Hüseyin üçün nəsə bir iş gör. Bir də İmam Hüseyin əleyhissalamı mənzumə və sistem formasında cəmiyyətə tanıtdırsınlar ki, İmam Hüseyin əleyhissalamın bir hədəfi var idi, məqsədi var idi, qiyamının mahiyyəti var idi. Bunu tarixi deyəndə bütün bu mahiyyəti və o hədəfi orada bizə göstərsinlər və bizim burada vəzifələrimiz nədir, dərs nədir, bizə ibrət nədir, bunları da bizə desinlər. Bir də bu cürdür. Dedik ki, bu iki dənə İslam Quranda da gəlib. Quranda da bunun ayəsi var. Mən qısa olsun bəhs deyə çalışacağım ki, üstündən tez keçən bəhsin, amma özü bir dərin bəhsdir. İslamda iki dənə din Allah bizə tanıtdırır. Firon deyir ki, İnni əxafu ən yubəddilə dinəkum. Mən qorxuram ki, bu Musa gələ sizin dininizi dəyişdirə. Mən qorxuram dininizin dəyişməyindən. Firon, sən də din təəssübkeşisən. Sən də bir din üçün qorxursan. Məlumdur, deməli, Quranın məntiqinə görə Fironun da cəmiyyətə təqdim elədiyi bir din var imiş. Bunun müqabilində Hz. Musa əleyhissalamın həqiqi olan dini, ilahi olan dini, olduğu kimi olan din var idi. Bu ayə onu göstərir ki, deməli, Quranda buyurulan ayə əsasən iki cür İslam var, iki cür din var. Bir, düşmənin İslamı, düşmənin dini, bir də həqiqi İslam. Olduğu kimi olan və dəyişməz, xalis. Ona farsida nab deyirlər. Nab. İslam və nab. Xalis İslam. Quran da ona deyir. Quran buyurur ki, "U'budullaha muxlisina lehu'd-din." Allaha ibadət eləyin bir halda ki, dininizi onun üçün xalis eləmisiniz. Xalisdir. Necə var elədir. Qarışığı yoxdur. Düşmən tərəfindən nəsə o dinə qatılmayıb və ya nəyisə oradan çıxardılmayıb. Əldə edilməmiş din. Bu da onu göstərir ki, Quranda xalis din, əgər Allah gətiribsə, qeyd gətiribsə xalis dini, deməli, xalis olmayan bir din o müqabilində var. Bu da ikinci dəlil. Üçüncü dəlil. Ayəsi yadımdan çıxdı. Allah mənə hidayət eləsin. Quranda iki dənə İslam barəsində Allahümme salli ala Muhammed və Muhammed və Muhammed. Allah yadıma düşər deyərəm, ev yoxdur. Qoy bu dinlərin xüsusiyyətini deyim, yavaş-yavaş yadıma düşəcək inşallah. Düşməsə də ki, hələ dəlil bəhs eləyir. Yəni söz məntiqdir. Buna qulaq asan, bu söhbətə qulaq asan hər bir müsəlman Qur'anın məntiqinin qarşısındadır. O müxtəlif damğaların, təəssüblərin və belə deyim, propagandaların təsiri altına düşməsinlər. Mən sırf dəlil qoyuram ortaya, Qurandan möhkəm ayə gətirirəm. Allah bunu deyib, Quranda İmam Xomeyni gətirib bunu gündəmə tətbiq edib. İmam Xomeyni buyurur ki, bugün iki tür İslam var. Bir, Amerika İslamı, bir də İslam-ı nab, xalis, həqiqi İslam. Bu gündəmdə bunun təbiri budur. Və Azərbaycanda da özləri, düşmən özü etiraf edib, düşmənin tərəfində olan cəbhə özü etiraf edib ki, biz Azərbaycan modeli İslam yaratmışıq. Yeni İslam yaratmışıq, təzə İslam. Yəni bu İslam həmin Peyğəmbərin İslamı deyil, bunların yaratdığı İslamdır. Bu bir dənə möhkəm məntiqdir. Bu İslam, hər iki İslamın, yəni xalis İslamla Amerika İslamı, Firon İslamının Quranda xüsusiyyətləri var. Bunu Fironla Hz. Musa'nın söhbətindən biz ələ gətiririk. Məsələn, bir ayədə mən çox qısa deyəcəm.
Firon deyir ki, Musa aleyhissalama deyir, Ətəkunə ləkuməl kibriya. Təfsir demirəm ha. Bax, Quran-ı Kərimin özünü deyirəm sizə. Firon qayıdır Həzrəti Musaya deyir ki, sən istəyirsən, ya siz istəyirsiniz Musa ilə Harun əleyhissalam, siz istəyirsiniz ki, hökumət sizin olsun. Yəni Həzrəti Musa aleyhissalam hökumət arxasındaydı. Üçüncü dəlil indi yadıma düşdü. Elə ki dedim Həzrəti Musa hökumət arxasındaydı, bu ayəni oxudum, yadıma düşdü. Üçüncü budur. Quran-ı Kərimdə Allah Taala bütün peyğəmbərləri bir hədəf üçün göndərib. Laqad Allah Taala buyurur ki, biz bütün peyğəmbərləri göndərdik. Nə üçün? Ubudullah və ictənibut tağut. Allaha ibadəti bərpa eləsinlər yer üzündə, ilahi hakimiyyət qursunlar ki, bütün insanlar Allahın ibadətini həyata keçirdə bilsin, ilahi ədaləti yer üzündə bərqərar eləsinlər ki, insanlar ibadət edə bilsin. Çünki ədalət olmasa fəsad olacaq. Fəsad olsa ibadət eləmək çətin olacaq. Orada hamının o iradəsi olmayacaq ki, ibadət eləsin. Onun içindən ancaq çətin iradəsi güclü olan, çətin vəziyyətə dözə bilən şəxsiyyətlər ibadət edib, mənəviyyatını, imanını saxlayacaq. İmanı güclü ola bilənlər o böyük fəsad dalğasının qabağında dözüb dayana biləcək. Qalanları dözə bilməyəcək. Ona görə bütün peyğəmbərlərin vəzifəsi buydu ki, yer üzündə ilahi hökumət qurub, ibadət üçün insanların ictimai şəkildə qurb-i ilahiyyə çatmaq üçün, Allaha yaxınlaşmaq üçün zəminə yaratsınlar. Bunun müqabilində kim durur? Tağutlar. Tağutlar bunu qoymurlar. Buna imkan vermirlər. Ona görə peyğəmbərlər nə etməli idilər? Tağutların hökumətlərini yıxmalı idilər. Ona görə də siz baxın tarixdə Həzrəti İbrahim gəlib Nəmrudla üzləşib. Həzrəti Musa gəlib Fironla üzləşib. Peyğəmbərlər Talut gəlib Calutla üzləşib. Yəni Həzrəti Süleyman gəlib yenə o zamanında olan tağutlarla üzləşib. Axır Süleyman əleyhissalam o ilahi hökuməti, yer üzündə olan ədalət hökumətini, peyğəmbər hökumətini düzəldib. Yəni baxırsınız Quran-ı Kərimin məntiqinə, hamısında bu cürdür. Peyğəmbərlər hamısı ilahi hökumət arxasında olurlar. Bu tərəfdən onların müqabilində olan düşmənlər də kimlər olurlar? Hökumət başında olan tağutlar olurlar. Onlar da adətən əvvəldə istəyiblər ki, bu peyğəmbərlərin gətirdiyi dinin qabağını alsınlar. Sonra görüblər, ala bilmirlər, haqq deyənə. Çünki haqqın qabağını almaq mümkün deyil ki. Düşmən özü necə öz batilliyində qala bilir? Haqqa bürünməklə, maska geyinməklə. Siz bugün Amerikaya baxın, insan hüquqlarından dəm vurur. Niyə? Çünki insan hüquqları peyğəmbərlərin buyurduğu sözlərdir. İslam dininin buyurduğu sözdür. İmam Səccad əleyhissalamın hüquq risaləsi var. Gör nə qədər o hüquqdan danışır. Gözəldir axı. Bu dinin gözəlliyidir. O gəlir onu uğurlayır, başlayır hüquqdan dəm vurmağa. Gəlir ədalətdən dəm vurmağa. Və s. və ilaxır bu libasları, maskaları özünə taxır, onunla nə edir? Özünü saxlaya bilir. Yoxsa batilin qalmaq gücü yoxdur ki. Batilin qalmaq gücü yoxdur. Onlar peyğəmbərlərin qarşısında nə etdilər? Əvvəl istədilər peyğəmbərlər öz hədəflərinə çatmasın. Yəni ilahi hökumət, İslam dini və onların gətirdiyi dinlər bərqərar olmasın. Sonra gördülər mümkün deyil, haqq olduğuna görə dedilər yasudduna an sabilillah və yabğunha ivacan. Bax bunlar Quran ayələri daha məntiqdir. Başladılar din qarşısında təhrif yaratmağa, azğınlıq yaratmağa, təzə din gətirməyə. Bu Quran məntiqidir. Yəni Quran bunu buyurur ki, əvvəlcə dinin qarşısına sədd qoyurlar, amma görəndə ki bu səddi İslam haqq aşır və bunlar onun qabağını ala bilmirlər, onlar heç cür haqqın qabağında gücləri çatmır. Nə edirlər? Onun qarşısında başqa bir İslam yaradırlar. Olur iki dənə İslam. Düşmənin dediyi İslam və Allahın dediyi İslam. Həqiqi İslam və saxta İslam. Bunların xüsusiyyətlərini mən bir balaca işarə edirəm. İmam Xomeyni rəhmətullahi aleyh gəlib bunları Qurandan çıxardıb. Ona görə ilahi rəhbər buyurur ki, İmam Xomeyninin
nəzəriyyələrinin ən əsli, ən əsas və mərkəzində duran nöqtə xalis İslamdır. Və bunun müqabilində Amerika İslamıdır. Bu termini İmam Xomeyni gətirdi. Quranda var ha, Quranda məsələ ayələrini oxudum. Neçə dənə ayə oxudum. Bunlar hamısını sübut edir ki, iki tür din var. Quran bunu deyib. Amma İmam Xomeyni bugün neynədi? Həmin Quranın ayələrini diriltdi, gündəmə gətirdi. İlahi rəhbərin dili ilə həmin İmam Xomeyninin təfəkkürünü oxuyuram sizə. İslam Amerikası ilə xalis İslamı. Yəni Quran-ı Kərimin buyurduğu bu həqiqətləri sizə çatdırıram. Buyurur ki, Amerika İslamı, yəni düşmənin İslamı hansı İslamdır? O İslamdır ki, təşrifat və təcəmmülata bölünüb. Yəni dünya tələbdir. Bahalı maşınlarda gəzir, dinin rəhbəri, dinin ruhanisi, müxtəlif bəhanələrlə. Bunlar nədir? Bu təşrifatdır. Bu düşmənin İslamından keçib həqiqi İslam tərəfdarlarına, əgər həqiqi İslam tərəfdarlığında belə bir şey varsa. Diqqət edirsiniz, İslamda zadəgan həyatı yoxdur. Dünyaya giriftarçılıq, dünyaya bağlanmaq İslamda yoxdur. Hətta dünyadan istifadə eləmək axirət üçündür. Yəni dünya varlı adamlar, pullu adamlar da dünyadan nə üçün istifadə edir? Axirət üçün istifadə edir. Demir qadağandır, demir haramdır, yox halaldır. Amma axirət üçün. Amma hədəfi var, məqsədi var onun istifadəsi. Özü hədəf deyil. Dünya özü hədəf deyil. Düşmənin İslamı zülm qarşısında bitəfavutdur. Bitəfavut yəni laqeyddir. Bivecdir. Belə müsəlmanlar görürlər ki, Qəzzədə 50 mindən çox günahsız insanın qanı tökülüb. 20 mindən çox körpə balanın, uşağın qanı tökülüb. Məsum uşaqların. Adam bir körpə uşağının ağlamağına taqət gətirə bilmir. Bu körpələri bunlar tikə-tikə elədilər. Dağılmış evlərin altında qoydular. Amma bu zülmün altında görürsən ki, səsi çıxmır. Belə bir zülm, belə bir cinayətin qarşısında səs çıxmır. Bu hansı müsəlmandır? Bu həmin o müsəlmandır ki, düşmən İslamına giriftar olub. O gün baxıram, Yaponiyada miting keçirdiblər. 2-3 gün bundan qabaq idi, hələ döyüş qutarmamışdı. Özüm təəccüb elədim. Dedim, Yaponiya kimi atom bombası atılmış bir yer. Elə bir yer ki, Rəhmdür Əzqədi danışır, deyir ki, siz ölülərimizi yad eləməyə həmişə sükut edirsiniz. Bir dəfə də sükut eləməyin, bir dəfə də danışın, nə olar ki? Niyə həmişə sükutu seçirsiniz? Yəni, Yaponiya kimi bir yer ki, bomba atıblar başına, bunlar sükut ediblər həmişə. Axır bu cinayətlərdə dözmədilər, miting elədilər. Daha Yaponiya miting eləyir. Azərbaycanda nə xəbərdir, ilahi? Bu hansı İslamdır? Bu nə İslamıdır? Olmaz ki, bu müsəlmanlar bir özlərinə qayıtsınlar ki, biz hansı İslama mübtəla olmuşuq ki, səsimiz çıxmır, laqeydik. Bu cinayət və zülümlər qarşısında bir etiraz yoxdur. Bu nə İslamdır? Düşmən İslamı hansı İslamdır? Qüdrətlərə və hegemonlara kömək eləyən İslamdır. Yəni görürsən, gəlir, deyir ki, İmam Hüseyin bayrağını məsciddən götür, Azərbaycan bayrağını orada gətir, əstir. Gətir, divarlara yapışdır. O gəlir, neynir? Gəlir, o əqviyanın, hegemonun, o tağutun işitdiriyini həyata keçirir. Ona kömək eləyir. Allahın dininə kömək eləmir. Zülmlə uyğunlaşan, zülmlə razılaşan, zülmə tabi olan bir İslam. Amma bunun müqabilində olan həqiqi İslam hansı İslamdır? Həqiqi İslam zülmlə vuruşan İslam. Ədaləti yer üzündə bərqərar etmək üçün çalışan İslam. Və bunun müsəlmanları ədalət tələb müsəlmanlar. Belə bir İslamın. Mücahid müsəlmanlar. Həqiqi İslamın xüsusiyyəti nədir? Mücahid İslamdır və onun müsəlmanları da mücahidlərdir. Müqavimət əhlidir. Yəni mümkündür, sən İslam tərəfdarı olasan, amma müqavimət tərəfdarı olmayasan. Ona görə düşmən gəlir, yalancı müqavimətlər düzəldir. Gəlir, yalancı müqavimətlər düzəldir. Amma ortada neyniyir? Saptırır. Cihad, cihad, cihad,
Sonra gəlir nə edir? Aparır cihadı yapışdırır erməninin üstünə ki, erməni müqabilində cihad. Bəli, erməniyə əgər torpağa təcavüz edibsə düşmənçilik lazımdır. Amma bəs din düşməni necə? Bu vətəndən qabaq din deyil məgər? Bu vətəni yaradan Allah deyil məgər? Allahın əmrini yerə salanlarla, ona hörmətsizlik eləyənlərlə düşmənçilik eləyənlərlə düşmənçilik məgər lazım deyil? Onun qabağında məgər cihad lazım deyil? Cihad elə o tərəfdədir. Və bu cəmaatın haqqını yiyən, xalqı rəzil səfalət günə qoyan, fəsada çəkən zalim hakimə necə? Ona qarşı cihad, müqavimət lazım deyil. Ya məsələn gəlir deyir müqavimət, amma nə edir? Deyir yox. O hakim var ha. O hakimin xəbəri yox idi. Məmurlar öz başınaçılıq eləyib. Görə təyyur zalimin üzünü. Belə bir İslam var. Yəni həqiqi İslamın qarşısında düşmən İslamı belə bir İslamdır. Gəlir müqavimət deyir, mücahad deyir, amma hara onu istifadə eləyir? Zalimin üzünü yumaq üçün. Müqaviməti vurmaq üçün, müqaviməti fırladıb əymək üçün. Yəni həqiqi xəttindən çıxardıb. Müqavimət nə üçündür? Din düşməninin qarşısında durmaq. Birinci növbədə din düşmənidir. Cihad birinci növbədə din düşməni müqabilindədir. Sonra vətən düşməni. O da əgər vətən burada dini vurmaq üçün bəhanə deyilsə, şərt budur. Vətən əgər dini vurmaq üçün bəhanə olsa, orada vətən nədir? Vətən orada məzəmmət olunur. O da elə Quran ayələrindəndir. Ki Firon nə deyir? Musaya deyir ki, yuridu en yukhrijakum min ardikum. Deyir Musa aleyhissalam sizi istəyir öz vətəninizdən ixrac eləsin. Vətəndən çıxartsın. Cəmaatın vətən sevgisindən istəyir, düşmən istifadə eləyib, istəyir din müqabilində, din qarşısında bunları qiyama, cihada, müqavimətə gətirsin. Bunlar Quran ayələridir. Dünən demişdim ki, bu İslamların, 2 dənə İslamın xüsusiyyətini deyəcəm. Bəzilərinə bugün işarə elədim, bu həddə mən kifayətlənirəm. Yaxşı, biz görəndə ki, düşmən haqqın qarşısında dura bilməyəndə gəlir, azğınlıq yaradır, yeni İslam yaradır və bidət qoyur, orada bizə din vəzifə qoyub boynumuza. İmam Hüseyin əleyhissalam Peyğəmbərin buyurduğu o vəzifəni, İslamın vəzifəsini həyata keçirdi. Və bizə bütün müsəlmanlara bir məktəb qoydu, İmam Hüseyin məktəbi. Və hamıya dedi, hər kəs gəlir mənim məclisimə, bu mənim qoyduğum məktəbdən dərs götürsün. Azğın İslamın qarşısında durmaq lazımdır. Təhrifin, azğınlığın qabağını almaq lazımdır. Bidətin qarşısını almaq lazımdır. Diqqət edin, bidət təkcə bu deyil ki, dində olmayanı dinə gətirib, dində olanı dindən çıxartmaq. Bunlar hamısı bidətdir, o düz. Dində olan, məsələn, nədir? Dində hökumət var. Və o dərəcədə var ki, əsas özəklərdən biridir. Yəni, birbaşa tövhidin biruzəsi İslam hökumətidir. Yəni, dinin özəyi, mərkəzi, kökü tövhiddir. Tövhidin də əqidədən və qəlbdən, zehindən çölə çıxıb icra olunması nədir? İslam hökumətidir. Hər bir şeydə dində tövhidə bağlıdır da, düzdür. O da icra eləsək o tövhidi olur İslam hökuməti. Görün, İslam hökumətinin dində önəmi nədir? Önəmi budur. Yəni, əgər sən İslam hökuməti yoxdursa, sənin dinin, tövhidin ölüb. Ölüdür. Niyə? Çünki dinin qanunları icra olunur. Bu İslamda hökm-i əvvəli və hökm-i sanəvi var. Mən indi orada bəhsə girsəm, uzanacaq bəhs. İşarə edirəm təkcə. Hökm-i əvvəli, yəni birinci hökmü, Allahın birinci hökmü budur ki, İslam hökuməti olmalıdır. Birinci dərəcəli hökm budur. Amma bizdə, müsəlmanların bugün zehnində yox budur ki, yox, biz İslam hökuməti mümkün deyil. Bizim ona zəminəmiz yox, bizim ona şəraitimiz yox, ondan danışma, sən radikalsan, tümsən və ağzını kökündən bağlayır. Yəni səni əvvəldə nütfədə boğursan, hələ qoymur ki, bir sözü deyib qutarasan, abi, gör, sənin fikrin necə olmalıdır? Gör, İslamın həqiqəti nədir? Hələ bir qulaq as, bir Quranı dinlə, bir Quran gör nə deyir, gör, həqiqi İslam nədir? Gör, İslamın əsli ki, tovhiddir, tovhid nədir, bir buna qulaq as. Bəli, sonra gördün, alınmır, denən, bəli, istirar zamanında 2-ci dərəcəli odur. Yəni, mən əgər dəstəmaz almağa su tapmıramsa, bəli, gedim təyəmmüm edeyim. Amma yenə əgər gördümsə, qonşuda su gəlib, ya küçədə su gəlib, neynəməliyəm? Təyəmmümü qoymalıyam, 2-ci dərəcəli hökmü qoymalıyam qırağa.
Gedib suyun dalınca olmalıyam. Mən daha nəinki daha həmişə təyəmmüm almalıyam. Deməliyəm, yox, bu mənə vacibdir, bu mənə lazımdır. İndi budur, həmişə də bu olmalıdır. Yox. Mən bunun fikrində olmalıyam ki, mən suyun necə tapa bilərəm və necə dəstəmaz ala bilərəm. Birinci dərəcəli hökm dəstəmazdır. Birinci dərəcəli hökm İslam hökumətidir. Daima müsəlman bunun fikrində olmalıdır. Müsəlman əgər müsəlmandırsa, müvəhhiddirsə, tohidə etiqadı varsa gərək bu olmalıdır. Bu həyata keçməlidir. Mən bunun fikrində olmalıyam. Günlərin bir günündə mən bunu danışırdım məsciddə. Günlərin bir gündə bunu danışırdım. Möminlərdən biri mənə yaşlıydı özdə. Etiraz elədi. Dedi ki, biz bütün günü buna eşitmişik ki, dinin sütunu namazdır. Sən də gəlib bizə deyirsən İslam hökuməti. Mən orada əslində İslam hökumətini Qurandan gətirmişdim. Qəşən müfəssəl 10 günlük söhbət idi o. Çox geniş qəşən söhbət eləmişdim. Bir neçə gün söhbət edəndən sonra bu kişi mənə ağsaqqal idi. Mənə gəldi etiraz elədi ki, bizə indiyə qədər deyiblər ki, dinin sütunu namazdır. Amma sən gəlirsən İslam hökumətini bizə elə çatdırırsan ki, dinin sütunu belə görsəni İslam hökumətidir. Ondan sonra 3 gün gəlmişəm namazla İslam hökumətinin dində olan belə deyim rütbəsindən danışmışam ki, namaz əslində elə İslam hökuməti üçündür. Yəni sən namazda deyirsən Elhamdu lillah Rabbil aləmin. Həmd, şükür o Allaha məxsusdur ki, aləmlərin Rəbbidir, tədbir eləyəni, qanun qoyanıdır. Qanunu gərək qola, o qoya. Qanuna görə qoymalıdsa, Rəbdirsə, deməli, onun hökuməti yer üzündə olmalıdır. Sən də əgər buna həmd eləyirsən, şükür eləyirsənsə, şükürün bir hissəsi əməlidir. Yəni sən namazda əslində buna gəlirsən Allahın qarşısında əhd bağlıysan, söz verirsən ki, ilahi, söz verirəm ki, sənin rububiyyətini, ilahi hökuməti yer üzündə bərqərar eləyəcəm. Namaz qılırsan ki, bu hökuməti və həyata keçirdəsən. Yəni namaz İslam hökuməti üçündür. Namaz dinin sütunudur, yəni namaz İslam hökumətinin sütunudur. Bunları mən gəldim, sonra məcbur gəldim, bir neçə məclisdə gəldim, bundan danışdım. Yəni görün, İslam nə qədər məzlumdur ki, qumun özündə, qumda Həzrəti Fatimə-i Məsumənin hərəminin ətrafında olan məsciddə belə ağsaqqalların zehnində hələ öz yerini tutmayıb rütbələr. O dinin terminlərinin rütbələri var. Onlar öz yerini tutmayıb. Və bunun da öz yerini tutmaması da nədir? Bidət. Yəni, İslam hökumətinin rütbəsi ən yuxarı rütbədirsə, namaz ondan aşağı rütbədir. Onun zehnində tərsinədir. O gəlir deyir, yox, namaz daha yuxarıdır, İslam hökuməti ondan aşağıdır. Yəni, bu dini bidət eləyib. Bu da bidətdir. Bidət təkcə bu deyil ki, dində olanı dinə salasan və dində olanı salasan. Bunlar bidətdir. Düşmən dini naqis eləyib. Dində olan bəzi şeyləri dindən çıxardıb. Deyib ki, dində siyasət yoxdur, dində hökumət yoxdur. Bunun üstündə iş görüb düşmən. Düşmən naqis dini cəmiyyətə təbliğ eləyib. Yeni bir din yaradıb. Amma təkcə ona da kifayətlənməyib, o rütbələri də dəyişib. Bir başqa bidəti də həyata keçirdib. Və belə bir bidət həyata keçəndə vəzifə nədir? Mən dünən ona işarə elədim ki, İmam Hüseyn əleyhissalam o vəzifəni həyata keçirtdi və bizə də bunu boynumuza qoydu. İstəyirdim ki, ona bir işarə eləyəm, vaxtım çatmadı. Ki, buradan gətirmişdim. Şiələrə İslamda qadağan olunub zalim hakimlərə kömək etmək. Onlara itaət etmək, onlara xidmət etmək. Mən çox təəssüflər qaldım. Mən neçə dənə işarə eləyəcəkdim. Bəhs uzun bəhs. Mən bilirsən işarə eləyəcəkdim ki, bugün bəhsdə vaxtım çatmadı. Çox təəssüflər. Qalsın sabahki bəhsə. Mən gəlim bu vəzifəni açım ki, İmam Hüseyn əleyhissalam bu vəzifənin arxasında idi. Qiyamı, İmam Hüseynin Kərbəlası, İmam Hüseynin qiyamı istəyirdi bunu həyata keçirdə. Görəndə dində bidət yaranıb, neynəmək lazım idi? Vəzifə nə qoymuşdu Peyğəmbər? İmam Hüseyn o vəzifəni gəldi çatdırdı. Bəzilər gəlib İmam Hüseynə deyirlər ki, ağa, bəs ailəni niyə aparırsan? Biri gəldi ki, İmam səni çox istəyirəm, istəmirəm, gedəsən, öləsən, onlar səni öldürəcək, vəfasızdır filandır. İndi öz dilim nə deyirəm də bu sözləri. Sən getmə, gəl bu işi görmə. İmama gəlib vəzifə öyrədirdilər. İmam görürdü ki, bunlar bu həddə mərifətsizdirlər ki, imamı dərk eləməyiblər ki, imam vəzifəni onlara öyrədir. İmamdan öyrənmədilər vəzifəni, gəlib imama vəzifə öyrədilər. Dərkləri aşağı edildən imam gəldi ki, Peyğəmbər buyurub. Yəni sən heç olmasa məni bu qəbul eləmirsənsə, get gör heç olmasa dini gətirən, İslamı gətirən. Peyğəmbər gör belə vəziyyətdə nə deyib? Deyib, nə eləməlisən? Ailəvi götür, uşağı götür, 6 aylıq balavı qurban ver. 3 yaşlı balavı qurban ver. Onun əsarətinə
onun ayaqlarının qabar-qabar parçalanıb qan axmasına, onun göz yaşı tökməsinə, atasız qalmasına, yetim qalmasına, bütün bunlara hamısını sən fəda ver, o bidətin qabağını al. O təzə gətirilmiş İslam, yeni İslam, təzə model İslam, düşmən İslamı, naqis İslam. Bunların qarşısında dur. İmam Hüseynin o balası adı Fatimə idi. Ləqəbi Rüqəyyə idi. Həzrət buyurdu, mənim qızlarımın hamısının adını Fatimə, oğlanlarımın da hamısının adını Əli. Burada da düşmənlə mübarizə var idi. Niyə? Çünki düşmən istəyirdi Əlinin adını yığışdırar. Adını Fatimə qoymuşdu. Necə də oxşuyurdu Həzrəti Fatiməyə. Əssəlamu aleykə ya Əbə Abdillah. Əssəlamu aleykə ya ibnə Rasulillah. Əssəlamu aleykə ya bintəl Hüseyn.